Salamlar, vaxtınız xeyir olsun. Mən Algözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz təhsilmi yoxsa dinmi ifadəsi olacaq. Bəzi insanlar şəxsi cəhalətlərini təhsilli insanın fikirlərinə daimi olaraq dəyişirlər. E, Ancaq din deyə bir faktor yoxdur. Təbii ki, söhbət dindarlardan yox. Burada dindarlara desəm pis. Yəni burada belə deyək, anlayarsınız. Və açıq-aşkar pis olduğu təqdirdə deyəcəm ki, pisdir də. Və nəticə etibarı ilə də hər şey dinə bağlayırlar, yaxud təhsildən qaçırlar, cəhalətdən. Məsələn, belə deyək, birinin bədənindən qorxu çıxartmaq üçün hər hansı bir növ siqareti yandırıb basımsan siqareti külün boynu var, qol var, baş var, guya bədənindən qorxu çıxır, ya da bir hər hansı bir növ yandırılan dəsmalı kül formatına gətirib. Bu, gör nə qədər sən xəstəsən, dəlisən, gicsən ki, təhsilli şeylərlə bu adamın nədən qorxduğunu, çəkindiyini, narahat olduğu faktoru oturub söhbət eləməkdənsə cinci, cəhalətli şeylərin yanına aparırlar. Ki, buna neyniyəcək ki, buna? Yaşlı kadrlarda özü xüsusən olanlara, yaşlı qadınlar olur. Sifətinə baxsın, erməni xoreminə oxşuyur, erməni maxazinə oxşuyur. Və o dərəcədə bir növ iyrənc senzuraya gəlib ki, bu məsələ elmlə sübut olunan bir şeyləri daimi olaraq cəhalətlə ört-basdır etməyə çalışırlar. Çalışın bu kimi senzuradan, metodologiyadan qaçın. Yəni bu metaforizm, bu mənfi ünsürlər səni pis edəcək, sənə pis təsir edəcək. Hər hansı bir problemin olduğu təqdirdə psixoloq, psixiatr var, yaxud sənin ailən var. Dedin, oturun söhbət edin də. Dəlisənsə gedib qaçırsan ora. Bu nə deməkdir? Seanslarımız da yəni və onlar şəkildə həyat keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj verməsi məlumat verə bilərlər.